Kərbalda bir dənə hadisə var. Daha doğrusu Kərbaldan sonra olan bir dənə hadisə var. Mənim üçün o hadisə Kərbala qədər ağırdır. Onu zikri müsibət olaraq az deyirlər. Zikri müsibət olaraq. Bəlkə də ən böyük zikri müsibətlərdən. İndi İmam Hüseyn əleyhissalamın ailəsini gətiriblər, salıblar Yezidin sarayına. Bizansdan bir pullu, deyir, baxdı onların içərisinə. İmam Hüseyn əleyhissalamın bir qızı vardı. Deyir, Yezidə dedi ki, onu sat mənə. Deyir, o qız deyir, Xanım Zeynəbin dalında gizləndi. Bibi qurban olum, məni bu şərəfsizcəsinə satmaqlarına icazə vermir. İmam Hüseyn əleyhissalamın qızını təsəvvür elə, satsınlar birinə bir, nə bilim, əxlaqsız qadın ki. Deyir, onda Xanım Zeynəb dedi ki, buna nə sən, nə də sənin əmrinin gücü çatar. Bunu heç biriniz eləyə bilməzsiniz. Deyir, orada Yezid əlini vurdu sinasına, dedi, bəlli, mən eləyərəm bunu. Mənim gücüm çatar. Dedi, onda etiraf elə ki, sən, babam, Muhammed sallallahu aleyhi və aleyhi və səlləmin dinindən çıxmışsın. Çıxıb eyvsən onun dinindən. O zaten onunla mübarizə apardı. Deyir, etiraf elə ki, onun dinindən çıxmışsan. Bu etirafı eləsə, Yezidin xilafətin köklü dibli silinir axı. Yezid özünü elan edib cəmaata ki, bu xəlifə nə deməkdir? Yəni, Peyğəmbərin davamçısı, Peyğəmbərdən sonra gələn, xələf, yəni xəlifə, yəni onun ardıca gələn. Bu özünü xəlifə elan edib, yəni Peyğəmbərin davamçısı Yezidini elan edib. Etiraf eləsə onun dinindən çıxıb, ümumiyyətlə oradan oturub düşməlidir aşağı. Yəni, xilafət məsələsi sonlanmalıdır. Bu etirafı siyasi olaraq eləyə bilmir axı. Deyir ki, onda, bəli, tərif deyir, onda etiraf elə ki, sən babam Muhammed sallallahu aleyhi ve sellem'in dinindən çıxmışsan. Etiraf elə, nə istəyirsən elə. Etiraf elə bizi saat filan. Bax, bu etirafı eləyə bilmədiyinə görə Yezid çökür. Yezid bu cümlə ilə çöktürür Xanım Zeynəb salamullahi aleyha. Əslində bura kimi, bunları etirafsız eləmişsən. İndi gəl bunun davamını gətirmək istəyirsən, etiraf elə də. Etiraf elə nə insən elə desən. Sən Peyğəmbər ailəsi ilə bu nə düşmənçilikdir? Peyğəmbər ailəsi ilə nə kindir? Sən Peyğəmbər yerində oturub Peyğəmbər ailəsi ilə düşmənçilik edirsən. Onda gəl etiraf elə ki, Yezid elə bil, onda elə bil, sanki bizim dillə desək, elə bil ayılır ki, bunu davam eləsəm, cəmaat hamı biləcək ki, mən Peyğəmbər yerində oturmağa layiq deyiləm. Cəmaat məni devirəcək, cəmaat məni atacaq buradan. Cəmaat məni atmasın deyənə nə etməliyəm? Peyğəmbər ailəsinə hörmətimi saxlamalıyam. Tez deyir ki, Allah İbn Ziyada lənət eləsin, Allahın belini sındırsın, mən onu belə tapşırmamışdım, belə eləməməli idi. Peyğəmbər ailəsinə hörmət eləyin, onları hörmətlə göndərin Mədinəyə. Və Yezid necə olur 180 dərəcə dəyişir? Çünki başa düşür ki, bunu etiraf eləsə hər şey əlindən çıxacaq. Amma gör o hadisə nə qədər ağır hadisədir. Yəni, İmam Hüseyn əleyhissalamın qızını sən bir əxlaqsız mühit şəklində satmaq istəyəsən. Ona görə insanlar bu qədər, cəmiyyət bu qədər qısa müddətə dəyişə bilmir. Bu cəmiyyətin başqa bir kişini var, o çıxır ortaya.